Bir evin təmirinə 50.000 manat xərc çəkilib, digəri isə təmirsizdir. Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır. Əmlak eksperti Elnur Azadov deyir ki, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir. Təəssüflər olsun ki, tikinti şirkətləri çox mənzilli binaların və fərdi evlərin söküntüsündə kompensasiya məsələsinə ümumi baxırlar və eyni binada, eyni ərazidə təmirsiz və yaxud təmirli vəziyyətdə olan əmlakları eyni şəkildə dəyərləndirib kompensasiya edirlər. Bu təbii ki, düzgün deyil. Bu sahədə geniş praktika var. Xarici ölkələrdə, Türkiyədə, Rusiya və digər ölkələrdə hər bir daşınmaz əmlaka individual yanaşma olmalıdır. Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdır. Qiymətləndirici şirkətlərin, qiymətləndirmə ekspertlərin burada olması vacibdir ki, bu kimi mübahisə halları öz razılığını tapsın. Əgər tərəflər kompensasiya olunan vəsaitlə və yaxud şərtlərlə razılığa gəlmirsə, burada artıq qanuna uyğun olaraq qiymətləndirmə şirkətləri müstəqil olaraq iş aparmalıdırlar. Yaxşı olar ki, hətta bir neçə qiymətləndirmə işə cəlb olunsun, orta bir rəy əsasında qərar verilsin. Əgər bu da bir nəticə vermədiyi halda qanunla mediatorların bu işdə qoşulması tövsiyə olunur. Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır. Ülkər Qasımqızı, Xəzər xəbər.